Salam dostlar, necəsiniz? TikTok'da bu videomu çəkməkdə bir neçə dənə səbəb var dostlar. İndi bunların hamısını açıqlayacağım. Mən yenəcən çox insanlara, bu sahədə də bəzi suallar verdikdə də cavablandırmışam. Spot barəsində də verdiyi sualların bəzilərini cavablandırdım. Belə deyək, təmənnasız olaraq. Bu mənim təbiətimdə olduğu kimi insanlara bir yaxşılıq etmək kimi idi. Ancaq zaman keçdikcə bu bir il ərzində mən bir şey öyrəndim ki, heç kimə heç nəyə pulsuz deməm. İndi bir açıqlayacağım. Burada sizin tanıdıqlarınız da olacaq, tanımadıqlarınız da olacaq. Adlar çəkməyəcəm. Hərə baxırsa özü biləcək kimlə söhbət gedir, hansı mövzular kimə aiddir. Birinci növbədə dostlar, o vaxtlar mənim yanıma sifdə bir 3-4 nəfər gəlmişdilər, telegrama yazmışdılar ki, filan kəsin canlısına baxmışdı, çoxlu açmışdı əməliyyatları, mən dilədim, balans düzmədi, lig oldum, qrafik gedirdi, düzgün yerdən açmayıb, sonra nə bilim, o balansı böyükdür və s. Xahiş edirəm, olan qalan 50 manatım var və yaxud da 100 manatım var. Mənə köməklik edərdiniz ki, onu üçün ən azından qaytarım qoymayın etirdimi. Bir-iki dəfə yazmışdılar telegrama, mən də ona görə götürüb, belə deyim də, pislik mənasında yox, yaxşılıq eləyib. Yaxşılıq eləyib 3-4 dənə nöqtələr vermişdim və həmən insanlar gedib harda, nə qədər əməliyyat açmağı, neçədən açmağı, stoplarda yerləşdirməyi də demişdim. Arada gün ərzində də onlara köməklik və onlar olan 50-100 manatı qaldırmışdılar bir xeyla. Hərədə cürbəcürdür, mən ümumiyyətcə qısaca sözlərlə deyəcəm. Onların arasında cəmi 3 nəfəri qayıdıb təşəkkür, Allah canımı sağ eləsin, çox ol ki, sən bizə köməklik elədin, dedilər. Yenə deyirəm, mən eləyəndə arxasında nəsə ummuram. Amma çoxları çıxdılar, getdilər. Elə bir ki, belə bir insan olmayıb, belə bir insan bunlara köməklik eləməyib. Bundan sonra həmən insanlara, ümumiyyətcə, mənim yanıma köməkliyə gəlməyin, kimin canlısında kim nə itirib, necə itirib, nə cür itirib, gedin o insandan tələb eləyin. Gedin o insana deyin. O insan sizin üçün qaldırsın. Mənim yanıma gəlməyin. Mənim birinci vaxtım yoxdur. İkinci də artıq mən gördüyümü gördüm. Bu bir. İkinci. Bir neçə insanlar da olub ki, əsasən də bir nəfər, vaxtı ilə TikTok'da neçə dəfə profili bana gedirdi. Canlı açında. Tək ona müəyyən bir mövzuda bu barədə mən ona məsəl üçün müəyyən bir biliklər vermişəm. Yenə də təmənnasız müəyyən bir məlumatlar vermişəm ki, bana getməsin, açanda necə olsun və s. Nəyi TikTok orada eləyir, təmənnasız. Amma gəl ki, o vaxtı mən onun qrupunda bircə dənə video gördüm və xahiş elədim ki, o videonu nədir mənə desin. O video William Qana aid olduğuna mən özümü vurmuşdum boyluğa ki, göyə bilmirəm. Bir dənə onu nədir ki, mənə adını demirəm, örgəsin. Adını nədir ki, onu belə demədi. Nə var ki, dediyinə görə bunu kursda keçir və ortada maraq var. Maraq da pul maraqıdır. Mən elə insan deyiləm, elə insan ömrü boyu da olmamışam. Əgər dəqiq profesional trader istəyirsinizsə, mən profesional traderlər tanıyıram. Ruslardan da və s. da nöqtə atış disk, nöqtə atış atır. Əməliyyatların hamısı 10 pips, 20 pips, maksimum 30 pipsdən qiymət dönür. Görmüşəm eləncilər. Qaldı ki, bəzi insanların işləyib çoxlu bay və sel açmağın siz çoxlarınız dərk eləmişsiniz və balansı itirirsiniz çünki hesablaya bilmirsiniz. Sizə bir söz deyim, onun çoxlu
hələ həmən nöqtəyə gəlib çatmamışdan və açdığı bay və yaxud da sel əməliyyatları bu əvvəlcə pozisiya yığımı gedir. Bunu bir çox insanlar, o vaxtda mən video baxmışdım, yəni öyrənmişdim. Bunu bir çox insanlar, yəni böyük balansı olan insanlar tətbiq eləyir. Sən 2 yerdən dönüşü gözləyə bilirsən. Məsələn, 3 yerdən beynini təqribən hesablayırsan və standart lotuna sən ora çatana yaxın 30 pips qalmış. Ümumiyyətlə təqribən başlayırsan əməliyyatları açmağa. Çünki ola bilsin ki 30 pips ora qalmış yaxın dönsün. Həmən nöqtəyə gəlməsin və ora stopa girdikcə beləsən standart olaraq əməliyyatı açsan və sonra qiymət dönüb sənin xeyri və işləyəndə yavaş-yavaş müəyyən yerlərdə fikirləşdiyin kimi əməliyyatları bağlayırsan. İndi burada mən sırf pipsdən söhbət eləməyəcəm. Çünki hər cürbəcür yəni hərəkəti. Bu metodu əvvəlcədən sənin fikirləşdiyin nöqtəyə gəlməmişdən və pozisiya yığımıdır. Ki işdir birdən ora yaxın yerdə dönsənsə heyfsilənmə. Buradakı hər adam eləməməlidir. Çünki harda təqribi döngə var, onları bilmək lazımdır onu. Qoyaq qırağa. Ondan əlavə insan Telegramda qrup idi, onu nədir? Gedib nə deyirlər ona, kanal açmaq lazım idi. Onda qrup idi. Qrupda da yazılar yazmaq olmurdu, şərhlər yazmaq olmurdu. O insan mənə müraciət eləmişdi həmən zaman. Həmən zaman da o bir gizli kateqoriyaları açdı və o zaman da mən bir dənə video gördüm və ondan mən onu sadəcə bir elə belə söz kimi dedim ki, görüm bu nədir, görüm deyəcək yox. İndi orada da bir sual çıxır. Əgər mən müəyyən bir məqamda, müəyyən bir məlumatları bölüşürəmsə, bu bir köməklikdir, yəni birlikdir. Nəyisə eləyirəmsə və mən nəyisə soruşanda, əgər onun qarşılığında başqa bir nəsə görürəmsə, mən əlbəttə ki, sabahsı gün başqasına da köməklik eləməyəcəm. Çünki mən həyatı pula bağlamamışam. Həyat puldan asılı deyil. Sənin çox pulun ola bilər. Amma elə bir məqamda, elə bir şəraitdə həyatda insanın köməyinə elə bir insan çata bilər ki, onun qabağın pulu yox, insanın hörməti, avtoriteti həll eləyə bilər. Pul lazımdır, demirəm lazımdır. Və insanlar da elə zənn edirlər ki, kimsə bunlara nəsə deyirsə, ya bunları yaltaqlanmaq kimi deyir, hələ ki bunlardan asılıdır deyir. Mən heç kimdən asılı da deyiləm. Və heç kimə də yaltaqlanan da deyiləm. Həyatda da ən xoşlamadığım şey xəyanətdir. Siz xəyanəti gətirib bağlayacaqsınız qızla oğlanın xəyanətinə? Yox. İnsanla insanla olan münasibət. Həyatda mənim bir dostum var. Bir dostum. Və o dostum ki, bir-birimizin köməyinə lazım olanda çatmışam. Lazım olan məqamda da çatmışam. Başqaları mənim üçün tanışlardı. Mən çox insana burada paylaşdığım mövzulardan götürəyim. İndi mən sizə hamısını açıqlayacağım, diqqətin qulaq asın. Niyə mən çox zaman sürətli balans artırmağı insanlara demirəm, tövsiyə eləmirəm, göstərmək də istəmirəm ümumiyyətcə. Onun arxasında nə qədər mənfi durduğunu bilirsinizmi? Nə qədər insan gələcəkdə xəstəliklər tapmağın səbəbini bilirsinizmi? Bu sahə sizin üçün oyuncaq deyil dostlar. Bu sahə stabilliyi seçir. Qoyulan qaydalar elə belə deyil ki, balansın 1%-ni riskə at. Qoyulan qaydalar elə belə deyil ki,
stopla açqına. O dünyada insanların başına gələndir. Mən sizə dediyim kimi insan neçə il ərzində yığdığı çəkmişəm də video baxa bilərsən. İngiltərədə haralı bir həftə ərzində 4 milyon yarımla girir bazara, onu eləyir 52 milyon və sonra 100 milyona yaxın pul itirir. Əlindəkini də qoyur ortaya. Zapaskasını da qoyur ortaya. Bunun arxasında reallıqda nə durduğunu, siz disiplinsiz olduğunu nəzərdə tuta bilərsiniz. Amma burada reallıqda başqa bir şey durur arxasında. Hansı ki onu mən lazım gəldikdə, moment gəldikdə öz tələbələrimə deyirəm. Öz tələbələrimi başa salam ki, necə addım al, pula fokuslanma. Məbləğə fokuslanma. Sən filan şeyə fokuslan. Yavaş-yavaş stabil qaldır. Bir 5 ildən sonra, 10 ildən sonra görəcəksən ki, sənin balansın stabil gedəcək və sənin əlin gəlməyəcək ki, sən qeyri-stabil işləməyə. Və onda sənin balansında gördüyün həmən o milyonlar və yaxud da milyondan yuxarı rahat da olacaqsan. Əslində götürək ki, təzəli üçün Ukraynadakı o trader 60 milyon stop işləmədi, Bitcoin də özünü maşında vurdu, güllələdi. Səbəbi əslində stopun işləməməsi deyil, insanın sürətli balans artırmasına meyilli olmasıdır. Bazar ona elə bir şapalaq vurdu ki, bəlkə də o pulun yarısı onun özünündür, yarısı başqasınındır. Yenə də özünkünlə bərabər. Həyat ona elə şapalaq vurdu ki, o həyatda yaşamaq istəmədi. Bu sahə belə təhlükəli sahədir. Bu sahə belə çox insanları qırıb, sındırıb. Çox insanları əzib. İnsan 2 milyon yığıb 2 milyonu 10 dəqiqənin içində batırıb. 2 milyonu. Bu sahə belə bir sahədir. Stabilliyi sevən sahədir. Stabilliklə qalxmağı sevən sahədir. Nə qədər güclü sən olsa, sənin strateji, nə qədər güclü olsa, nə qədər güclü sənin psixologiyan dözsə, müəyyən bir zamandan sonra bax qulaqsın axıracan sizə hər şey mən danışım. Mən bu sahəni ən dərindən pisliyini də öyrənmişəm. Pisliyini də araşdırmışam. Nə qədər də səni bu sahə sənin strategiyan güclü olsa qalxsa belə, elə bir momentdə, elə bir dənə şapalağı vurur ki, bu sahə. O insan 5 il ərzində sevinci, gördüyü 100 minlərlə pul bir gün içində bir dənə ürək xəstəliyi tutur. Ömrünün axırıncında ya insult olur, ya nə bilim, düşür, nə bilim, ürək xəstəliyi özünüz bilirsiniz. Və taqət olmur belə qrafik heç vecin olmur ki, gəlib baxsın. Yəni, yadda saxlayın dostlar. Ona görə mən sizə göstərmək istəmirəm balansı. Mən sizə mövzunu göstərirəm və mən heç kimə də tövsiyə eləmirəm ki, sürətlə balansı qaldır. Heç vaxt. Çünki bunun arxasında güclü nələr durduğunu mən başa düşürəm. Çünki mən bunu bir ilmi sərf eləmişəm. Mən bir ilmi məşq eləmişəm. Bir ilmi araşdırmışam. Bir ilmi baxmışam. Bir ilmi bu sahə üzrə çox mövzular öyrənmişəm. Çoxsunu yoxlamışam. Çoxsunu ora bura baxmışam. Kimin necə işləyəcəyini mən hamısını yaxşı bilirəm. Baxan kimi bilirəm o insan. Analiz eləyirəm. Qabaq insan xəttlərlə paylaşırdı. Əvvəlki Telegram qrupunda. Mən onu niyə sırf analiz elədim? Çünki indiyəcən rast gəldiyi sosial şəbəkələrdə Azərbaycanlılar tərəfindən gördüyüm insan, yəni əməliyyatdan prosta həmişə dedilər nöqtə atış. Mən də dedim, görürsən, bu da əməliyyatda paylaşanda pulsuz qrup, mən pullu qrupunda deyildim dostlar. Nöqtə atış kimi görürdüm. Çünki niyə? Təsəvvür ki 20 dənə bay açıb gəlib birinci sifariş blokundan dönməyib və yaxud da gəlib ikincisindən dönüb qrupa o atılıb, sən demə. Real trade etdikdə mən onu gördüm ki, qrupa hansı hissəsi atılır.
şəkilləri. Çünki canlını da görürsən, onu da görürsən. Nöqtə atış, sən 3 yerdən döngə gözləyirsən. 3 yerdən 20-30 pips arasında 3 dəfə sən əməliyyat açması, uzabaşı üçündən gətirməlidir müəyyən səsi. Mən sizə TikTokda video çəkmişəm, diqqətlə gedib baxa da bilərsiniz. Mən o vaxt bir qadınla bir oğlan canlıda danışır, daxil olmuşdum onların canlısına və o momentdə yaxşı bir əhval-ruhiyyədə idim. Yəni sevinç bir əhval-ruhiyyədə. Və onlar müzakirə edirdilər ki, qızıl aşağı gedəcək, yoxsa yuxarı gedəcək. Mən o momentdə onlara 4 dənə nöqtə verdim. Dedim ki, özdə yuxarıları verdim, aşağını vermədim. Və onların üçünü qəşəng gəldi 20 pipsdən toxunub, harca 10-20 pipsdən toxunub düşüş verdi. Videonu da çəkib gözləmişim. Mən sonra o insandan soruşanda ki, sən müəyyən bir zamandan sonra təzədən o tək canlıcan girmişdim ora, dedi, yox girməmişdim. Bilirsiniz niyə girmirlər? Çünki mən sizə balans göstərmirəm. Başqa, mən sizə balans göstərsəm ki, falan gedər, falan gedər, falan gedər. Siz balansa gəlirsiniz. Balansa, kimin balansı çoxdursa deməli odur. Mən qabaq bəzilərini xarici treyderlərdən də, indi dilini də bilməsə, bəzilərinin mən canlısını da məsləhət görmüşüm, 3-4 hardasa ən azından 3-4 nəfərə. Onlar gedib canlıya baxıb və mənə biri aralandı, gəlib təşəkkür ki, Allah canlı sağ eləsin, dilini də bilməsə, insan canlını elə aparır ki, insan alım satımı göstərir, qiymət oraya gəlməmişdən və orada yerini çəkir, grafikdə, boş grafikdir, yerini çəkir ki, buradan alıma girəcəm, oradan stopum olacaq. İnsan artıq deyir, mən dilini də bilməsəm, bilirəm ki, bu buradan girəcək, stopum buracan qoyacaq. Day ora gələndə əməliyyat açmayacaq ki, nə bilim, və səslə danışır. Prosta səsini bilmirik, dilin bilmirik, başa düşmürük ki, o nə deyir. O insan nəsə izah edir və o insanların 2-3 dənə insan mən tanıyıram. Məsələn, o insanların canlısında 200, 300, 400, 1000 nəfər oturub. Girəcəyi yeri əvvəlcədən göstərir. İnsanlar ki, buradan girəcəm bu dəqiqə, qiymət bura gələndə. Bu hissəyə gələndə mən bay girəcəm, bu hissəyə gələndə seyir girəcəm. Stopum buracan olacaq. 300, 400, 500, 2000 insan izləyir onu. Onun qrupuna gedib baxsa, minlərlə insanlar oturub. Canlı elə olar. Canlını elə apararlar. Ona görə nə onlar mənim tanışımdır. Əmioğlu, dayıoğludur deyəni ki, bunları mən deməmişəm onlara. Demişəm, əgər sən canlıda oturmaq istəsənsə, sırf eləncik bilmək istəsənsə, məsəl üçün, mən sən babat trade eləyənləri deyə bilərəm. Amma çalış çox standart əməli. Gediblər, baxıblar, eləsi var onların canlısından bir əməliyyata 50, 70, 80, 90 dollar götürüb, bircə əməliyyat açıb. Eləsi var 2-2 açır əməliyyatların. Aralarında bir nəfər gəlib mənə çox sağ ol, dedi ki, Allah canımı sağ eləsin. Dilini də başa düşməsə, qəşəng gözəl canlı aparan insandır bu. Ona görə indi mən başa düşdüm ki, onun canlısında niyə 1000-dən yuxarı 2000-ə yaxın insan oturub. Onlar elə belə oturmayıb. İnsanlarla söhbət eləyib, fikrin bölüşü, dilini də başa düşməsə, ekran ki, görüntüsünü görürsən. Bəzi insanlar da var ki, o vaxtı mən onların Telegram qrupundan çıxmışdım. 300, 400, 500 min Telegram qrupda ancaq canlı açırdı. Telegram qrupda orada canlı açırdı ekranını. Hamı da bərabər oturub baxırdı, izləyirdi, eləyirdi, danışırdı insanlarla. O ruslardan edilənci. Güclü bir trader idi. 4 milyondan yuxarı balansçısı vardı onun. Hələ onun çıxartdığını mən demirəm nə qədər çıxardı. Bəlkə də bir 3 qatın, 4 qatın çıxardı bu pulu.
çıxarışları göstərirdi insanlar ki, bu çıxartmışam, bax çıxartmışam, çıxarış olub. Da Photoshopla yox. Və onun qrupunda o qədər insan canlıya qoşulurdu, danışırdı, deyirdi falan şey baxırıq, məsələn kriptovalyutada biz gedib bir dənə analiz eləyək falan şeyi, falan şey analiz eləyək, baxaq görə, buradan bir dənə əməliyyatlarımızı yerləşdirək. Hamı da onu təkrarlayırdı. Onu elədiyi kimi. Təpəsinə kimi deyirdi. Yəni həyatda belə güclü, belə bir traderlər var. Yəni məndən gəlib kömək istəməyin dostlar. Mən heç kimə kömək eləməyəcəm. Bundan sonra mən həvəsdən də düşdüm. Çünki mən birinci ömürdə xəyanəti və yaxud da nə bilim insana nəsə gəlib kömək eləyəndə göndərirsən bir başqa yerə get, bax gəlib bildimi ki, müəllim təşəkkür edirəm, Allah canınızı sağ eləsin, çox sağ ol. Halal elə haqqı bu və yaxud da nəsə bir fikir dedin. Sənin sayəndə mən filan kəsi tanıdım canlıçı. Sənin sayəndə mən nə bilim filan kəsi tanıdım, siqnal verir. Mənim fikrim belədir, mənim fikrim eləncidir. Mən pis insan deyirəm. Deyəcəm sənə uğur, yaxşı yol, uğurlar. Yəni əgər kimlərsə indi Telegram qrupda varsa, kimlərsə TikTokda varsa, YouTube'da varsa çıxıb gedə bilər. Yəni bundan sonra mövzu haqqında, tradingdə ümumiyyətcə mövzu haqqında videolar görməyəcəksiniz. Bunu mən sizə deyirəm, görməyəcəksiniz mənim kanalımda. Nəsə bir mövzu izah eləyim, olmayacaq heç vaxt. İndiyəcə nə izah eləmişəm, baxın, öyrənin. İstəyirsiniz öyrənin, istəyirsiniz öyrənməyin. Yəni mən kimdənsə asılı deyirəm, kimdənsə xahiş eləyən deyirəm ki, sən canım gəl öyrən. Kütləyə də işləyən insan deyirəm. Acı sifariş bloklarını öyrənən insanlar dəfələrlə olub. Neçəsi gedib öyrənir, mən biləm axı gedib öyrənib sonra. Onların arasında tək-tükü qayıdıb deyir, çox sağ ol, Allah canını sağ eləsin ki, sən bunu yerləşdirmirsən, ətraflı izah eləmirsən, 6 hissə çəkmirsən. Bunları heç mən bilmirdim. Neçə dənə kurs almışdım, onların içində bunlar yox idi. Mən havai yerə kursa pul vermişəm. Boş-boşuna pul vermişəm. Ortada da heç nə yoxdur. Bilirsiniz niyə çoxsu gəlib çox sağ ol demir? Çünki havaya gələnin qədrini bilmirlər. Havayı yerləşdirən mövzuların qədrini bilmirlər. Hamı xoşlayıb balans. Balans xoşlayırsınız, gedin baxın kimsə balans göstərir, gedin onun yanına. Qaldı ki, gücə, bacarığa, biliyə, onu mənim tələbələrim görür mən nə qədər. Qızıl, mən təzə başlamışam tələbə yığmağa. Qızılda neçə dəfə ilk qalxışları oldu. Bütün ilk qalxışlarında da hamısı nöqtələri də görürdülər. Yanvardan bəri söhbət edirəm mən. Təzə başlamışam, tələbə qrupu açdım və belə. Və onlar özləri də şahiddirlər ki, ilk qalxışda şam fitil atmamış təqribən haralardan düşə bilər, görürlər. Yerlərini də görürlər. Solda da heç nə də yoxdur. Vaxtım olduqda da çəkib qrafik necə hərəkət eləyir, o haqda da köməklik də eləyirəm. Mən tələbəyə də tələbə kimi, pasiv gəlir kimi baxmıram. 1 ay, 2 ay, sən də sağ ol, mən də sağ ol. İndi mən dildə tələbə deyirəm. Mən onu məndən soruşanda tələbə hazırlayırsan, mən deyirəm tələbə hazırlamıram. Mən insanlara mövzu öyrədirəm. Mövzu bax, səbirli olmağı, hansı çətinliklərlə üzləşəcəksən, hansı hissləri keçirdəcəksən, ona kimi izah eləyirəm insanlara. Ona kimi izah eləyirəm.
çalışıram ki, insanlar addım atdıqca çətinlik çəkməsinlər, korluq çəkməsinlər. Ona kimi deyirəm. Və çoxları da elə bilir ki, borcum var onlara, ona görə deməliyəm də elə fikirləşirlər. Fikirləşirlər ki, deməliyəm də mən elə həmişə. İnsan olub spotdan 5-6 dənə mən sual verdi, cavablandırmışam, gedib Metamask'dan sual verib demişəm, OKX belənçidir, nə bilim, Bybit belənçidir, işləmir. Cashflow nədir bilmirdim, mən sual verib cavablandırmışam. Üstündən bir ay keçib, bir-iki dənə şey sual verdi, dedim, o da demirəm. Nə qədər mən sənin nəsə deyəcəm. Demək üçün, sən nəysə bir qarşılığın eləmə. Gedib ChatGPT-dən soruşub, ChatGPT ona səhv nəsə deyir. Mən biləm axı ChatGPT çox vaxt səhv başa düşür, səhv deyir. Elə şey olsaydı ki, heç kim mənim yanına gelməz, amma açadı ChatGPT-ni nə işdir. ChatGPT-ni mən lüboy səhvlərini görürəm nə deyir. Ondan soruşuram, bu hərf A-dır, mənə deyir, yox, bu hərf A-dır, bu hərf O-dur. Sonra qayıdıb üstündən heç yadımdan çıxıb. Mənə elə də yazıb ki, özü belə aparırsan ki, səndən söz soruşanda ki, ChatGPT-dən soruşdum, belə dedi, belə yazıları da atır. Dedik, götür öyrən ChatGPT-dən də. Yaxşı, indiyəcə mən sənə verdiyim 5 dənə sualı cavablandırmağı niyə görmürsən? Gözün kör idi onda. Ona görə hamıya uğurlar. Heç kimin mən paxıllığını da həyata boyu çəkməmişəm. Heç kimə də pislik də eləməmişəm. Amma bir tərəfdən insan bir şey yadda saxlasın ki, bəzi məqamlarda kiməsə nəsə köməklik eləyəndə təmənnasın. Və bir nəfərə də mənim sözüm çatdırıram ki, sənin o vaxt siqnal qrupu haqqında mən çəkmişdim, o videonu da yığışdırdım. Olmayacaq. Səbəb, çünki nöqtə atışları görmədim canlıda. Və ikinci bir səbəb, mən nəyəsə eləyəndə kimdənsə pul alıb eləməmişəm onu. Təmənnasız eləmişəm. Bir yaxşılıq kimi fikirləşmişəm insana. Amma insan onun qabağında durub bloka atmaq insanı. Və yaxud da gedib tələbəsinin birindən soruşursan ki, mən bilmirəm ki, kim necə işləyir, nə cür işləyir. Analiz eləməmişəm o qrupu. Tradingdə bildiyim mövzular yoxdur mənim. Götürüb onu qrupda paylaşıb, nə bilim, yumurta, pomidor, nəminə yazmaqla, lağa qoymaqla deyil. Sadəcə bir sual verilib insana. Ki, insana sual verilib ki, bu belənçi, görəsən, nəyə əsasən bundan sürətlə qaldır? Bircə dənə sual verilib. Ondakı sual verməyin günahı sənin özündədir ki, öz tələbələrin kimlər olduğunu özün öz qrupunda paylaşmısan. Məxfiliyi özün yaymısan hər yerə. Və günü sabahsı gündür boy bir adam həmən insanı tapıb sualını verə bilər onlayla ki, nəsə bir maraqlı sual varsa soruşa bilər lüboy tələbəndən. Mən niyə tələbələrimin məxfiliyini saxlayıram, yaymıram? Çünki istəmirəm onların baş beynini aparsınlar. Hələlik dostlar. Və bir dənə söz deyim, mən həyatı boyu heç vaxt xoşlamamışam ki, kimin üçünsə yaxşı olum və yaxud da hamı üçün yaxşı olum. Mən özüm olaraq qalmışam. Və mən oturdum, fikirləşdim ki, dünənləri mənə bir hadisə pis təsir elədi ki, oturdum, fikirləşdim, görəsən mən harada səhv buraxmışam
ki, harda səhv buraxmışam ki, öz addımımda ki, mənə belə pis təsir eləsin. Gəlib bir insana yazmasınlar, müəllim Allah canımı sağ eləsin, çox sağ ol, mənim fikrim beləncə idi. Mən indi gedirəm o biri tərəfə, o biri insandan örgənməyə. Ən azından bir halallığını istəyirəm sizdən, ən azından bir, yəni, mən o dərəcədə, yəni, paxıl pis insan deyiləm ki, kiməsə pislik arzulayım. Və mən sonra oturdum, gecə bir qərarı gəldim ki, həyatda hamısından ən yaxşı gözəli yaxşılıq eləməyib pis olmaqdır. Eləmirsən, pis ol, pis qurtardı. Eləmirəm. Təmənnasız yaxşılıq eləmirəm. Hər bir yaxşılığın qarşılığında müəyyən bir qiymət duracaq. Qurtardı. Nəsə bir mövzu eşitməksən, budur, qurtardı. Çünki pulsuz insanlarla paylaşılan bir mövzunun qədrini bilmirlər. Mənim yerimdə başqa birisi olsaydı, görək ona necə təsir eləyəcəkdi. Yenə də deyirəm, təkrarən, kim istəyirsə çıxıb gedə bilər. TikTokda da, YouTube'da da, Telegram'da da yeni tradingdə mövzular olmayacaq. Nəsə yüngülvari video paylaşaramsa, heç grafikin analizi belə olmayacaq. Bilmək istəsə deyim, olmayacaq. Çünki mən kiməsə özümü sübut eləyəsi deyiləm. Və mənim analiz metoduma da ehtiyac yoxdur kiməsə özümü sübut eləmək və yaxud da göstərmək. Və mən şan şöhrət xəstəsi də deyiləm. Hələlik dostum.